Günümüzün nə qədər vaxtını sosial mediadan istifadə edərək keçirirsiniz və sizin həyatınızda mənfi və müsbət cəhətləri nələrdir? Ümum insanlıq olaraq götürəcəm mövzunu. Günümüzün nə qədər müddətini sosial mediadan keçirtməyimiz bizim fiziki cəhətdən mənfi rollarımıza təsir edir. Gözümüz ağrıya bilər, əl sümüklərimizdə ərimə ola bilər və s. Lakin digər tərəfdən baxanda cəmiyyət olaraq biz sosial mediada gördüyümüz hər şeyi öz real həyatımızda tətbiq eləməyimiz, ümum mənəvi prinsiplərimizin yıxılması deməkdir. Çox sağ olun, minnətdaram. 2-3 saat olar, yəni maksimum. İşləyirəm məktəbdə, ona görə çox da keçirtmirəm. Deyərdim ki, təxminən bir yarım saat sosial mediayla tanış oluram, baxıram. Amma təsirini deyəndə deyərəm ki, heç bir təsiri yoxdur. Çünki mən yaşad olmuş bir insanam, mənə o qədər təsiri ola bilməz. Baxıram, necə deyirlər, fikrimdə tuturam, amma ki, heç bir mənə təsiri yoxdur o barədə. Bax belə. Demək olar ki, günümün çox vaxtı elə mənim yox, çox əksər insanların yəni vaxtı sosial şəbəkələrdə keçir. Necə deyim, yarısından çoxu da TikTok, Instagram, WhatsApp, yəni hər kəs də belədir. Əslində istifadə az olunsa daha yaxşı olar, daha müsbətdir. Amma yəni bu nəsil üçün yəni belədir.